Getmiş idi əldən ixtiyarı, gündüz səbri, gecə qərarı. Qılmazdı tərəddüddə təqsir, bulmazdı bu dərdə heç tədbir. Deməli, Məcnunun atası ümumiyyətlə belə qəm-qüssəyə düçar olur və dedik də bayaqlarım ki, gecə-gündüz belə deyək də danlaq içindəymiş sanki. Əlindən ixtiyarı getmiş olur və gündüzlər də səbri getmiş olur. Gecələr də əlindən ixtiyarı gedir, gündüzlər səbri, gecələr isə qərarı yox olur da yəni. Əlindən gələni eləyirdi ki, bu dərdin əlacını tapa bilsin. Ol pir düşüb min istirabə, naçar özün verib əzabə. Bayaqlarım dedim ki, pir nə idi? Qoca, yaşlı mənasında. Yəni, burada atasını nəzərdə tutur. Həmin deyir qoca, min istirabə düşmüş oldu və əlacsız qalır. Naçar əlacsız deməkdir. Əlacsız qalaraq özünə əzab verir bir sözlə. Səhralara tutur seyl, tək ru, cəhd ilə yüyürdü, gəzdi hər su. Səhraya belə deyək də, sel kimi səhraya üst tutdu. Sel deməkdir də, bayaqlarım bunu vurğulamışdım. Və cəhd eləyir ki, hər yeri gəzir ki, Məcnunu axtarır da, tapmaq üçün oğlunu. Mənzil sirişkiqanın, rəhbər qılıb istədi nişanın. Çün gecəyə gündüz olduq təğyir, oldu gecə zülmət-i cahangir. Rəf oldu əlameyi mənazil, ol pirə tərəddüd oldu müşkil. Demək, mənzil gəzir, qanlı gözyaşlarını axıda-axıda, elə bil hər tərəfi axtarır da, oğlundan bir nişan axtarırmış. Və gecənin qaranlığında gündüzü əvəz edən dünya zülmətinin əlinə keçəndə, yəni gecə gündüzü əvəzləyəndə, daha doğrusu, və elə bil ki, nəysə bir şey axtaranda, qaranlıq oranda tapmaq daha çətin olur da. Yəni, burada iz tapmaq, iz seçmək daha çətinləşmişdi. Qocanın amma axtarışları da davam eləsə də, amma çox çətin idi də bunun axtarışları. Sərgəşdə gəzərkən eyləyib bir şölə ona göründü nagah. Ol pirin olub dəlili rahi, rüz etdi, ol od şəbi siyahi. Sandı odu yandıran ərəbdir, xeyli həşəm ol oda səbəbdir. Deməli, bu, belə deyək də, o tərəf bu tərəfi gəzərkən birdən bir işıq görür və elə başa düşür ki, buna yol göstərir də bu işıq. Və həmin o işıq gecəni gündüzə çevirir sanki. Elə başa düşür ki, burada bu odu qalayan, işığı yandıranlar od qalayan qəbilə, yəni ərəb qəbiləsi tayfadır da. Bu belə başa düşür. Pərvanə kimi üz urdu narə, çün yetdi və eylədi nəzarə. Gördü ki, bir şölə bir nəfəsdir, nə şöləyi cirmi xar xəstir. Məcnunundur bu ahi sərkər, çəkmiş urmuş cahana atəş. Deməli, həmin o od tərəfə üst tutur ki, yəni görüm o nə işıqdır və gəlib görür ki, burada bu şölə sanki bir nəfəsdir. Yəni, bu nəfəsdən çıxan alova bənzətmiş olur ki, çörçöpdən yanan işıq deyil də bu. Nəfəsindən çıxan alova bənzətmiş olur. Məcnunun başında ucalan ahdır, ucalır od saçır. Yəni, bu həmin o işıq Məcnunun başından çıxan ahlardır ki, ucalıb sanki od saçmış olur da, işıq kimi görsənir buna. Ol pir çü gördü oğlun halın, tökdü ruxu zərdə əşkizi alın. Yanında oturdu zar qəmnak, urdu ki, çöhrəsin edə pak. Həmin deyir ki, bu pir, qoca, oğlunun vəziyyətini görür və gözündən qanlı yaş tökür də. Dərd qəm içərisində oturur, onun yanında, oğlunun yanında oturur və əlini uzadır ki, onun üzünün tozunu silmiş olsun. Ol şiftə açdı çeşməni pürnəm, kimsən dedi, ey mənimlə həmdəm. Gər elçi isən, yetir pəyamın, ver müjdəsin ol məhi tamamın. Vər yolçu isən, oturma qafil, əzm elə gözət bir özgə mənzil. Demək ki, həmin o qoca gələndən sonra soruşur ki, burada Məcnun kimsən? Ey mənim həmdəmim, əgər deyir elçisənsə, xəbər deyir, mənə deyir xəbər gətir. Axı, bayaqlarım vurğuladıq ki, orada Zeyd xəbər gətirirdi Nofələ. Bu da elə başa düşür, atasını tanımır da. Deyir, yəni sən kimsən, elçisənsə mənə xəbər elə. Yəni o bədirlənmiş deyir, ayın müjdəsini ver. Bədirlənmiş ay deyəndə də deyir, ver müjdəsin ol məhi tamamın. Yəni bədirlənmiş ay sevgilisini nəzərdə tutur, Leylinin. Ki, yəni ondan deyir, mənə bir xəbər ver, müjdə ver. Əgər deyir, yolcusansa, vaxtını deyir, mənim yanımda itirmə, çalış deyir, özünə başqa mənzil axtar. Yəni, buradan görür ki, atasını tanımır. Yəni, bu hissədə oldu Leylinin atasının Məcnunu səhrada tapması və nəsiyyətlərlə yola gətirməkdə aciz qalması hissəsinin bəzi hissələri.